Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün aprel ayının 15-i, həftənin çərşənbə axşamı günüdür və vacib bir xəbərimiz var, onu sizə çatdırmaq istəyirik. Vüqar Bayramov, millət vəkili Vüqar Bayramovdan çox maraqlı bir təklif var. Təklif evləri söküntü zonasında olan sakinləri sözsüz ki, qane edəcək və əsasən az sahəsi olan sakinlərdən söhbət gedir. Elə evlər var ki, söhbət kiçik həyət evlərindən gedir. Onların sahəsi azdır və o vəsait hansı ki onlara ödənir, onlar ondan mənzil ala bilmirlər. Bəs belələri nə etməlidir? Bax, bu suala Vüqar Bayramov cavab verib və həm də təklif verib. Demək, söküntü ilə bağlı ən çox verilən sual kompensasiya məbləği bağlı olsa da, belə ödənişlərin evlərin sahələri üzrə təsnifləşdirilməsi də əhəmiyyətli məqamlardandır. Belə ki, bəzi həyət evlərin sahələri kifayət qədər kiçikdir və həmin mənzillərə kompensasiyanın kvadrat metrə uyğun hesablanması, yoxsa ümumi evə görə konkret rəqəmin ödənilməsi vacib məqamlardandır. Vüqar Bayramov belə deyir. Məsələn, bəzi evlərin sahələri 30 və hətta bir sıra hallarda 20 kvadrat metrdən azdır. Aydındır ki, sabit ödənişlər olan zaman az sahəsi olan mənzillərə ödənilən kompensasiya məbləği də mübahisəli şəkildə aşağı olur. Bir sıra ölkələrdə dövlət ehtiyacları üçün söküntü aparılan zaman az sahəli evlər üçün konkret məbləğlə kompensasiya və ya yeni mənzil təklif edilir. O baxımdan daha məqsədə uyğun olardı ki, söküntülər zamanı Bakıda diferensial kompensasiya məbləğləri tətbiq olunsun. Bu halda sahəsi nisbətən kiçik olan evlər üçün kompensasiya kvadrat metrə uyğun deyil. Həmin mənzil sahibini ev almaq üçün yetərli məbləğdə ödənilə bilir. Bu isə nisbətən az sahəli ev sahiblərinin mənzil probleminin həllinə dəstək olardı, deyə Vüqar Bayramov bildirib. Hər halda olduqca yaxşı təklifdir və şirkət sahibləri, eləcə də digər hansı ki bu ev məsələlərinə məşğul olurlar, bu aidiyyatı qurumlar bu təklifə baxsalar həm sakinlərin ürəyindən olardı, həm də ədalətli bölgü olardı.